Valideyn qrupa səs atmışdı ki, uşağı oğurlamaq istəyirdilər. Eşitmişik eşitməyini, amma nə dərəcədə doğru olduğunu bilmirəm. Amma biz də narahatıq da bir valideyn kimi. İddialara görə Xırdalan şəhərində yerləşən, hazırda önündə dayandığımız bir saylı məktəbin 13 yaşlı şagirdini oğurlamağa cəhd ediblər. Belə ki, şagird dərsdən çıxıb evə gedərkən ona bir avtomobil yaxınlaşıb və avtomobilin içindəki şəxs onu maşına mindirməyə cəhd edib. Lakin yeniyetmə cəld tərpənərək onun əlindən qaçıb. Uşaq bu məktəbə oxuyur. Uşaq idmanla məşğuldur da. Qayıdıb vurub da onu, yəni özü qaça bildi də onu. Nəzarətin artırılması daha yaxşı olar, polis falan qoyulsa daha yaxşı olar. Amma yəni daha doğrusu bunun dəqiqliyini bilməyimizi daha çox istəyirik də bizdə ki, doğrudan da belə bir şey var ya yoxdur. Həm də qruplara da atılır axı, yəqin ki bilirsiniz o videoları. Onların da nə dərəcədə doğru olduğunu bilmirik. Tam bilmirəm, amma ki burada ağacın dibləri var ha. Orada bir nəfər görünmüşdü, uşaqlara baxırdılar. Ola bilər də, bizim o bizi korpusda dal qapı açıq olur. Oradan çox belə adamlar gəlir də. TikTokda nə bilim o bir-iki də axmaq adamlardır, onlar eləyir. Onlar yazır, pozur. Elə söhbət yoxdur. Eşitmişəm hadisəni, doğrusu gəlməmişdi mənə. Süftə işləndəsi, yəni şayədir. Düz real bir şeyə rastlaşmamışıq hələ ki. İnşallah ki, nəsə sonra rastlaşmarıq. O qorxu hissi sadəcə olaraq içimizdə yarandı. Məktəbin texniki işçisi və direktor müavini çəkiliş apardığımızı gördükdən sonra bizə yaxınlaşaraq hadisənin həqiqəti əks etdirmədiyini söylədi. Yalandır, həqiqətən yalandır. Texniki işçiyəm, yəni məktəbin təmir işlərinə baxıram. Hamısı TikTok üçün reytinq yığan adamlardır, şayiələri yayıb cəmaatı yoldan çıxartırlar. Mən direktor müaviniyəm. Belə bir hadisə olmur. Mən çəsnə qoyaraq birinci dəfə eşidirəm. Əgər belə bir hal olsaydı, yəni biz haqq hüquqlarımızı bilən adamıq. Biz polisə müraciət eləyərdik, polisdən buna açıqlama verərdik. Bu şayiədir, bu bir mənalı şayiədir. Mən birinci dəfə eşidirəm ki, belə bir şikayət var. Sizin məktəbdən olmuyor belə bir şikayət? Yox, qızım. Hadisə ilə bağlı saytların birinə müsahibə verən valideynlə əlaqə yaratmaq isə mümkün olmadı. Deyilənə görə jurnalistlərin onunla əlaqə yaratmasını istəməyib. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar.